Xalq artisti Nasbəri Dostaliyeva mərhum oğlu Əlinin övladı Tamerlanla bağlı paylaşım edib. Müğənni Tamerlanın ad günü olduğunu bildirib. O, Tamerlanla videosunu yayımlayaraq Əlimin yadigarı, doğum günün mübarək Tamerlanın sözlərini yazıb. Qeyd eləyək ki, Əli bir neçə il əvvəl qəfir ürək tutmasından vəfat edib. Əli həyat yoldaşı ilə ayrılmışdı. Nasbəri keçmiş gəlininin övladına götürüb Azərbaycanla getdiyini, uzun illər Tamerlanı görmədiyini açıqlamışdı. Məşhur türk müğənni, əməkdar jurnalist Xoşqədəm İdayət qızının həyat yoldaşı Doğuş 14 il sonra Survivor-a qatılıb. İfaçı bugündən etibarən yarışda yer alıb. Birinci dəfə gələndə heç bir gözləntim yox idi, amma indi oğullarıma söz vermişəm. Onları izləyəcəklər deyə Doğuş bildirib. İfaçı şouda 14 ildən sonra yenidən iştirak etməsinə şərait yaradıldığı üçün layihənin rəhbəri Acun Ilıcalıya təşəkkür eləyib. Qeyd eləyək ki, Doğuş apacı Xoşqədəm İdayət qızı ilə evlidir. Onların 2 oğulları var.